Salam, xoş gördük hər birinizi. Bugün sizə sual sözlərindən bir testin izahını verəcəyəm və nəzərinizə çatdırım ki, bu sual həm də bu il 11-ci sinif buraxılış imtahanına düşmüş sualdır. Sualın asan olmasına baxmayaraq, əksər şagirdlər bu testi işləyərkən çətinlik çəkiblər. Gəlin görək bunun asan yolu nə idi? Necə testə baxsaq, çox rahat şəkildə işləyə bilərdik. Bunun üçün mən sizə deyim ki, birinci, nöqtələrdən sonra gələn cümlədəki cümlə üzvlərinə baxmalısınız. Baxın, birinci nə gəlib? Found. Düzdür? Bu nədir? Feil. Cümləmizdə feil var. Yəni cümlənin xəbəri var. Feil cümlə daxilində artıq xəbər funksiyasındadır. Düzdürmü? Sonra gəlib you. Bu nədir? Bu da bizim tamamlığımızdır. Çünki biz bilirik ki, ingilis dilində feildən sonra, yəni xəbərdən sonra tamamlıq gəlir. You tamamlığımızdır. Last night isə zərfimizdir. Yəni keçən gecə. Zərflikdir artıq, zərfdir. İndi mən baxıram, əgər nöqtələrdən sonra cümləmdə xəbər və tamamlıq varsa, bu cümlədə nə yoxdur? Mübtada yoxdur. Demək ki, mən bura elə sual sözü qoymalıyam ki, o mübtadanı əvəz eləsin. Demək ki, bu mübtadaya verilmiş bir sualdır. Whose bilirik ki, təyinindir. Why ilə mübtadaya sual verilmir. How da onu kimi bunlar zərfliklərin sualıdır. Whom tamamlığın sualıdır. Who isə mübtadanın sualıdır. Demək ki, düzgün cavabımız nədir? Y variantı. Who found you last night? Sənə keçən gecə kim zəng elədi? Gördük, sadəcə struktura baxırıq. Xəbər var, tamamlıq var, mübtada yoxdur. Biz də mübtadanı qoyuruq yerinə. Ümid edirəm ki, hər biriniz üçün anlaşıqlı oldu. Növbəti videomuzda görüşənədək.